Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Azərbaycan dili 4-cü sinif 2-ci hissədən şəxsə və zamana görə dəyişməyən fellər mövzusunu izah edəcəm uşaqlar. Dil qaydalarıdır. Diqqətli olun ki, bu mövzunu yaxşı şəkildə mənimsəyə biləsiniz. Uşaqlar, başlayırıq ilk 4A tapşırığı ilə. Cümlələrdən asılı olaraq yazmaq feilinə uyğun şəkilçilər artırın. Nə üçün bu şəkilçiləri artırdığınızı izah edin. Mən dünən qardaşıma məktub yazdım. Əlbəttə ki, bu formada artıra bilərik. Bu mətni oxuduqdan sonra siz tarixi şəxsiyyətlər mövzusunda esse yazın. Biz indi mövzu ilə bağlı fikirlərimizi yazacağıq. Biz indi mövzu ilə bağlı fikirlərimizi yazacağıq. Beləliklə dostlar, biz cümlələrin düzgün şəkildə tamamlanması üçün mən dünən qardaşıma məktub yazdım. Bu mətni oxuduqdan sonra siz tarixi şəxsiyyətlər mövzusunda esse yazın. Biz indi mövzu ilə bağlı fikirlərimizi yazacağıq. Bu cür yazmasaq, bizim fikirlərimiz düzgün şəkildə tamamlanmaz. İndi isə baxırıq B tapşırığına. Hansı sütundakı cümlələrdə getmək feili şəxsə görə dəyişmir? Birinci sütuna baxırıq. Mən məktəbə gedirəm, siz məktəbə gedirsiniz, biz məktəbə gedirik, onlar məktəbə gedirlər. İkinci tərəfə baxırıq. İkinci sütunda yazılıb. Mən məktəbə gedəndə hava soyuq idi. Siz məktəbə gedəndə hava soyuq idi. Biz məktəbə gedəndə hava soyuq idi. Onlar məktəbə gedəndə hava soyuq idi. Uşaqlar, nəzərinizə çatdırmaq istəyirəm ki, birinci sütunda getmək feili şəxsə və zamana görə dəyişib. Baxın, mən məktəbə gedirəm. Mənə uyğun olaraq birinci şəxsin təkindədir. Gedirəm olur. Siz məktəbə gedirsiniz. İkinci şəxsin cəmindədir. Biz məktəbə gedirik. Birinci şəxsin cəmi. Onlar məktəbə gedirlər. Üçüncü şəxsin cəmindədir. Digər tərəfdə isə hər dəfə getmək feili gedəndə olaraq qalır və bu şəxsə görə dəyişmir. Beləliklə, ikinci sütunu qeyd edirik ki, burada şəxsə görə dəyişmə yoxdur. Davam edirik növbəti tapşırığımızla dostlar. Növbəti deməli dil qaydalarına baxırıq. Bunları bilməliyik hissəsində. Şəxsə və zamana görə dəyişməyən fellər. Fellərin elə formaları var ki, şəxsə və zamandan asılı olmayaraq eyni cür işlənir. Bu cür fellər yalnız feilin deyil, başqa nitq hissələrinin də suallarına cavab verir. Mən babamı görəndə sevindim. Mən nə zaman sevindim? Nə vaxt sevindim? Görəndə. Babamı görəndə. Diqqətlə baxın. Bu nə idi uşaqlar? Feil idi. Amma burada şəxsə və zamana görə dəyişmədi. Divanda yatmış pişik tıqqıltı səsinə oyandı. Hansı pişik? Yatmış pişik. Düzgün qidalanmaq sağlamlığın vacib şərtidir. Nə sağlamlığın vacib şərtidir? Düzgün qidalanmaq. Burada da qidalanmaq sözü şəxsə və zamana görə dəyişməyib. Müxtəlif suallara cavab versələr də həmin sözlər hərəkət bildirdiyinə görə feil sayılır. Dostlar, bunlar feildir, lakin bu feillər şəxsə və zamana görə dəyişməyiblər. İndi baxırıq C tapşırığına uşaqlar. C tapşırığını yerinə yetirərkən biz yuxarıda qeyd etdiyimiz qaydanı daha yaxşı mənimsəmiş olacağıq. Baxın C tapşırığına dostlar. Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən uyğun feillər artırmaqla cümlələri tamamlayın. Baxırıq. Deməli, istifadə üçün sözlərimiz qaçırılan, keçən, tutmaq, bilməmək, böyüdükcə, görmək, danışanda, verməyincə. Gəlin uşaqlar, biz həmin sözləri artıraraq cümlələrimizi köçürək. Eyib deyil, soruşmamaq eyibdir. Burada nə qeyd eləyərik? Bilməmək. Yazırıq. Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
cümləmiz tamamlandı. Daha sonra baxırıq ikinci cümləmizə uşaqlar. Bir əldə iki qarpız, əlbəttə ki, tutmaq olmaz. Bir əldə iki qarpız tutmaq olmaz. Üçüncü cümləmizə nəzər salırıq. Baş başa daş yerindən qalxmaz. Baş başa hansı söz artırarıq? Verməyincə daş yerindən qalxmaz. Baş başa verməyincə daş yerindən qalxmaz. Dördüncü cümləmizə nəzər salırıq. Fürsət ələ düşməz. Hansı qaçırılan fürsət ələ düşməz. Beşinci cümləmizə baxırıq dostlar. El körpüdən sən də keç. Hansını? El keçən körpüdən sən də keç. Altıncı cümləmizə nəzər salırıq. Böyük danışanda kiçik qulaq asar. Böyük danışanda kiçik qulaq asar. Yeddinci cümləmiz. Ağac suyu çox aparar. Ağac böyüdükcə suyu çox aparar. 8-ci cümləmizə nəzər salırıq. 10 dəfə eşitməkdənsə bir dəfə görmək məsləhətdir. 10 dəfə eşitməkdənsə bir dəfə görmək məsləhətdir. Bax belə dostlar, bu tapşırığımızı bu formada yerinə yetirə bilərsiniz. Davam edirik. C tapşırığımıza baxırıq. Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən fe'llər əlavə edərək cümlələri köçürün. Ana oğlunun başını tumarladı. Ana fərəhləndi yoxsa fərəhlənərək? Əlbəttə ki, fərəhlənərək oğlunun başını tumarladı. Kənan heç suala cavab verin. Fikirləşmədən yoxsa fikirləşmədi? Kənan heç fikirləşmədən suala cavab verdi. Biz meşədən yağış yağdı. Qaydanda yoxsa qaydırdıq? Biz meşədən qaydanda yağış yağdı. Mətni qeydlər götürün. Dinləyərək yoxsa dinləyin? Mətni dinləyərək qeydlər götürün. Fərhad üçün vaxt istədi. Düşünmək yoxsa düşündü? Fərhad düşünmək üçün vaxt istədi. Beləliklə, fərəhlənərək, fikirləşmədən, qaydanda, dinləyərək, düşünmək, bunlar şəxsə və zamana görə dəyişməyən fe'llərdir. Dostlar, bugünkü mövzumuz bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər faydalıdırsa, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Yeni dərslərdə görüşərik. Sağ olun, salamat qalın.